Salamlayıram sizi və bugün bizdə 13-cü dərsdir. Bu dərsdə biz 3 mövzuya toxunacağıq. Word art, mətn qutusu və blok formatlaşdırılması. Gəliz əvvəlcə yeni bir dənə slayd yaradaq. Boş yerdə sağ düyməni basırıq. Sozdать slayd və buradan maketi seçirik. Məsələn, bu maketi də seçmək olar, bu maketi də seçmək olar. Yəni, bu maketi seçək, zaqalovki obyekt. Yəni, iki doldurucudan ibarətdir. Birinci doldurucu başlıqdır, ikinci doldurucu isə mətindir. Yaz burada bir şey yazaq. Deyək ki, Alman avtomobilləri. Alman avtomobilləri və burada markaları qeyd edək. Deyək ki, Mercedes, BMW, Audi, Opel, Porsche, və Volkswagen və Volkswagen. Orada siz W yazaq, belə. İndi birinci mövzuya keçirik. Word art obyektləri. Yəni, bu başlığı biz belə formatlaşdırırıq. Seçirik. Burada eləyirik yağlı, kursiv, yaxud altına xətt çəkir, yaxud rəngini dəyişir, yaxud şriftin ölçüsünü artırırıq. Buradan diləmək olar, buradan azaltmaq olar. Şriftin özünü dəyişirik. Bundan başqa format menüsündə Word art stilləri var. 20 dənə stildir. Hansı stil istəyirsiniz, bax seçə bilərsiniz. Avtomatik mətn özü dəyişir. Həm rəngi dəyişir, həm yazılışı dəyişir. Gəl bunu götürək, bu variant. Seçdik. Bundan başqa burada görürsünüz 3 dənə düymə var. Tekstovi effekti, yəni mətn effektləri, kontur tekstdə mətnin qıraq hissələri, yəni xarici hissələri və zalivka, daxili hissənin rəngini dəyişmək olar. Gəliz götürək mətn effektlərini, belə görürsünüz kölgədir, cürbəcür variantlar var. Görürsünüz. İstənilən variantları buradan seçə bilərsiniz və mətn dəyişir. Deyək ki, belə eləyirik, ya belə eləyirik, ya belə eləyirik, ya belə eləyirik. İstənilən variantı seçirsiniz. Sanki ki, belə. Keçirik bura. Buradan rəngi seçirik. Fikir verirsiniz, rəng dəyişir. Və buradan deyək ki, qırmızı rəngi seçirik. İndi keçirik ikinci doldurucuya. Burada mətndir. Və burada olan bütün yazıları, yəni bütün mətni dəyişmək istəyirik. Keçən dərslərdə iki variant sizə demişdim. Birinci, seçirsiniz bütün mətni. Keçirsiniz Glавная, Home tabına və buradan sanki yağlı eləyirsiniz. Rəngini dəyişirsiniz. Deyək ki, belə göy rəngi. Şriftini dəyişə bilərsiniz. Deyək ki, 28 yox, 36. Buradan böyüdüb kiçildə bilərsiniz. Bu hissəni istifadə etmək istəmirsinizsə. Və şriftin özü dəyişə bilərsiniz. Kalibri yox,
Nə bilim, burada Arial Black tutalım ki. Və seçdiniz belə. İkinci variantı sizə göstərirəm. Bunu da keçən dərslərdə keçmişdik. Birinci nə edirsiniz? Deyək ki, yağlı və sonra format pavrası bu işarəni götürürsünüz və belə dəyişirsiniz. PowerPoint-ın bir imkanı da var. Əgər bütün mətni doldurucunun içində dəyişmək istəyirsinizsə, doldurucunun özünü seçirsiniz. Yəni elə edirsiniz ki, görürsünüz burada kursor yanıb sönür. Yanıb sönməz. Yəni bu qıraqlardan bir dəfə basırsınız. Fikir verirsiniz kursora, yaxınlaşdırıram bura və görürsünüz qara 4 dənə ox əmələ gələn kimi basırsınız burada. Bir də göstərirəm. Və bastınız. Görürsünüz kursor itdi buradan. Yoxdur kursor. Bundan sonra həmin əməliyyatları yerinə yetirə bilərsiniz. Yağlı, deyək ki, rəngi dəyişdiniz. Böyle yaşıl. Kursiv edə bilərsiniz. Altına xət çəkə bilərsiniz. Əgər Word art stillərini tətbiq eləmək istəyirsiniz, problem yoxdur. Seçirsiniz format tabını və buradan Word art stillərini istifadə edirsiniz. Deyək ki, belə, yaxud belə, yaxud belə. Əgər Word art stilləri sizin xoşunuza gəlmirsə, buradan Glowna Home tabına keçib Zbrosить əmrini istifadə edə bilərsiniz. Görürsünüz, Word art əmrləri yoxa çıxdı. Və axırıncı əmr bugünkü dərsdə mətn qutusu. Rus dilində gedir nadpis. Gəliniz, qalxaq biraz yuxarı. Görürsünüz, bizdə burada 3 dənə slaydda, bu BMW-yə aid olan slaydlardır. Görürsünüz, avtomobilin özü də var, yazı da var. Birinci slaydda isə əsas slaydda. Bu başlıqdır. Biz istəyirik ki, burada da yazı olsun. Bunu necə eləmək olar? Keçirik Vstavka, Insert tabına və buradan Nadpis əmrini seçirik. Və kursora fikir veririz və görürsünüz, dəyişdi. Yoğun ağ ox idi. İndi olur nazik qara ox. Yaxınlaşdırırsınız bura. Sol düyməni basırsınız. Biraz dartırsınız sağa yaxud sola. Və burada nə istəyirsiniz yaza bilərsiniz. Yazırsınız Mercedes. Mercedes. Bu biraz böyütməkdə olar. Dartıq belə. Bu mətnlərdə fərqli olaraq bu mətni elə bir şəkil kimi dartmaq olar. Sağa, sola, yuxarı, aşağı. Sonra bir gətiririk bura. Və bu şəkilə uyğun fırlatmaq olar. Deyək ki, belə fırladırıq. Belə. Təxminən belə olsun. Belə. Mətn kimi işləmək olar. Yəni qaraldırsınız. Sonra ki, rəngini dəyişirsiniz. Deyək ki, eləyirik. Qırmızı, buradakı kimi qırmızı. Yağlı eləyə bilərsiniz. Yəni şriftini böyüdüb kiçildə bilərsiniz və s. və ilə. Yəni mətn kimi işlətmək olar. İndi tutalım ki, bunun nüsxəsini çıxartmaq istəyirsiniz. Necə eləmək olar? Seçirsiniz. Amma elə deyirsiniz ki, kursor içəridə yanıb sönməsin. Yəni qıraqlardan basırsınız. Belə görürsünüz, kursor itdi. Ctrl-C yaddaşa göndərdiniz. Ctrl-V yaddaşdan qəbul elədiniz. Bu birinci variant. İkinci variant. Seçdiniz və onun dublunu çıxartırsınız. Ctrl-C. Gördünüz, bir dənə nüsxə gəldi. Və üçüncü variant. Klaviaturadan Ctrl düyməsini basırsınız. Kursoru yaxınlaşdırırsınız. Həmin yazıya və fikir verirsiniz kursorun. Kursor belə olan ki, görürsünüz, ağ oxdur. Ağ oxun altında 4 bucaq əmələ gələn kimi Ctrl düyməsini buraxmadan mışqanın sol düyməsini basırsınız. Və dartırsınız sol tərəfə, sağ tərəfə, harası.
Bir dənə də nüsxə əmələ gəlir. Əgər bu yazını başqa slayda köçürmək istəyirsə, tutan BMW-yə seçirsiniz. Ctrl-C yaxud Ctrl-X gedir yaddaşa. Gəlirsiniz lazım olan slayda. Ctrl-V. Gəlirsiniz bura. Mercedes'i silirsiniz. Yazırsınız BMW. BMW. Dartırsınız bu tərəfə. Sanki yox bura. Fırlayırsınız şəkili. Buradan çəkə bilərsiniz ortaya. Belə rəngini dəyişə bilərsiniz. Yəki qırmızı yox olsun. Tutalım ki, belə göy rəngdir. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.